Serbiyada keçirilən 23 yaşadakı güləşçilər arasında dünya birinciliyində ikinci yarış günü başa çatdı. Yunan Roman evində çıxış edən Ziya Babaşov 63 kq çəki dərəcəsində finalda Moldovalı Vitali Yeremenko ilə üz-üzə gəlib. 6-3 hesablı qələbə qazanan idmançımız çempion olub. 87 kq Laçın Vəliyev təsəlliverici döyüşlərdə Özbəkistanlı Muradcan Alimcanov və İtaliyalı Leoni Valtanı üstələyib. Lakin o bürünc medal uğrunda Amerika Birləşmiş Ştatlarından Payton Yakobsona uduzaraq fəxri kürsüyə qalxa bilməyib. Dünən daha 4 güləşçimiz mübarizəyə başlayıb. 55 kq Elmir Əliyev yarımfinala qədər inamla irəliləyib. Burada İranlı Armen Şamsipurhacı ilə qarşılaşıb. İdmançımız rəqibini məğlub edərək finala vəsiqə qazanıb. 67 kq Fəraim Mustafayev, 72-də Ruslan Nurullayev və 96-da Əli Quliyev yarımfinala yüksələ bilməyib. Yarışa oktyabrın 27-sində yekun vurulacaq.